xəmiri budur. Mantının xəmiri budur. Biraz yekə olur, biraz da nazik olur. Xəngəl də belə olur. Xatırlayırsınızsa, bu yaxınlarda biz Qazax rayonunun Kəmərli kəndində olmuşuq. Orada da xəngəl bişirirlər. Orada xəngəl bişirmək sanki bir qayğanaq bişirmək kimi bir şeydir. Yəni tez ərsəyə gəlir o xəmir yeməkləri. O qədər vərdiş alma. Ona görə mən artıq sizin hərəkətlərinizdən görürəm ki, vərdiş almısınız. Yəni gözü bağlı da xanım bu mantını, xəngəli hazırlaya bilir. Bilmirəm ha, Elman hardadır, özü bilər, mənlik deyil. Bax, görürsünüz, əziz tamaşaçılarımız, hal-hazırda mal-heyvanın otlaq sahəsindən gələn vaxtıdır. Yəni, bunu da elə fikirləşməyin ki, biz bunların hamısını özümüz düzüb qoşuruq. Təbiidir, təbii gəlir. Yəni, nə var, hamısı təbiidir bizdə. Mən isə bu yeməyin dadına baxmamış, bu evdən heç ayrı gedəsi deyiləm. Deyəsən, bizim xəmir yeməklərimiz hazırdır. Hazırdır, mantı hazırdır. Buyurun, nuş olsun, yeyə bilərsiniz. Çox sağ olun. Xəngəllə yox, xahiş edirəm, onu əllə yeyin. Doğrudan. Bəli, hamı əllə yeyir. Biraz uşağıyam, ona görə daha keçib çəngəllə götürdüm sən. Hörmətli tamaşaçılar, mən Nəsimikənd kəndində maraqlı gəzinti elədim və dislokasiya nöqtəmizə gəlib çatıram. Artıq mənim qardaşım, dostum Elman da gəl. Necə gəzdin? Rəşad, mən yaxşı gəzdim. Doğrudan da bu kənddə çox maraqlı insanlar var. Maraqlı hadisələrlə rastlaşdım. Sən necə elədin? Əsas odur ki, bu birinci gödəniyyət oldu. Sən mənə görə narahat olma. Gödəniyyət ümumiyyətlə olmur. Əsasən o tanışlıq prosesləri baş verir. Ona gödəniyyət demirlər. Yəni, əziz tamaşaçılarımız, Rəşad sizi bu mətbəxlə tanış eləməsə, yəni yeməyə, belə deyək də, tövbəlidir. Hə? Yox. Hörmətli tamaşaçılar, elə bu yerdəcə verilişimizə son veririk və növbəti kəndimizdə görüşənədək. Sağ olun. Sağ olun.